Ribbon panelinin aşağı hissəsində xana ünvanları və formula hissəsi mövcuddur. Lakin bu hissələri biraz sonra worksheet-in tərkib hissələri barəsində danışdıqdan sonra izah etməliyik. Bildiyimiz kimi worksheet Excel faylının içərisində bir iş səhifəsidir və sənin məlumatları, cədvəlləri və hesabatları yerləşdirdiyin məlumat lövhəsidir. Hər worksheet sətirlərdən və sütunlardan ibarətdir. Hər bir worksheetin tərkibində 1.048.576 sətir və 16.384 sütun vardır. Belə bir şey göstərə bilərik ki, Excel worksheetinin bu hansı bir boş xanasının üzərinə gələrək kontrol düyməsi ilə yanaşı klaviaturanın aşağı hərəkət istiqamət düyməsini toxunduqda sonuncu sətri görə bilirik və eyni qaydada hər hansı bir xananın üzərinə gələrək kontrol düyməsi ilə sağ hərəkət istiqamət düyməsini toxunduqda sonuncu sütunu görə bilirik. Sətirlər və sütunların kəsişdiyi hissəyə xana deyilir. İndi isə xana ünvanı və formulalara geri qayıdaq. Excel-də xana ünvanları bu hissədə görsənir və iki cür göstərilə bilir. A1 üslubunda və R1 sevir üslubunda. A1 üslubu çox geniş istifadə olunandır. Sütunlar hərflərlə, sətirlər rəqəmlərlə göstərilir. İndi isə biz fayl tabına daxil olaraq option bölməsində formulas hissəsində R1 sevir üslubunu aktiv edək. Gördüyünüz kimi xana ünvanları bu formada olur. Bu üslub isə daha texniki yanaşmadır. Burada həm sətir, həm də sütunlar ədədlərlə yazılır və əsasən VBA və makrolarda istifadə olunur. Bunu göstərməkdə məqsəd odur ki, gələcəkdə hardasa qarşımıza çıxan zaman çox da təəccüblənməyək. İndi isə biz ənənəvi üsluba geri qayıdaq. Qaldığımız hissə formula bar hissəsi idi. Bu hissədə biz xanaya daxil edilmiş məlumatları və yazılmış formulları görə və redaktə edə bilərik.